Yenə Lynk & Co 900 modeli. Deməli, bu Lynk & Co-nun qrupu var. Bir servisdən alınan maşının sahibləri, bir də özü gətirən maşın sahibləri. Biz video paylaşmışdıq 2 gün əvvəl. Sağ olsun müştəri öz istəyindən, öz təşəbbüsündən bizim videonu paylaşmışdı o qrupda. Əziz qardaş da oradan görüb, gəlib ki, bəs mən eyni işi istəyirəm. Bu Promatın ən qalın, ən gözəl görünüşə sahib. Niyə görə? Həm özünün risunkası, həm içərisində də bir ayrı bir risunkası var. Çox gözəl görsənir. Arxa hissəsi də belədir. Bu məhsula da 2 il rəsmi zəmanət var. Bir maşın üçün salon komplekti 170 manatdır. 3-cü sıra və bagaj əlavə ödənişdir. Bu da düymənin orijinallığı. O bir videoda qeyd eləmişdim. Yanlış düymə vurmuşdular. O artıq qırılmışdı. Dabanlığında vurduq. Bəs loqonu biz müştərimizə borcluyuq. Promatda Lynk & Co logosu olacaq inşallah tezliklə. Şimdi göstərim. Alo. İkinci hissə. Salam aleyküm. Lüləyini uzatmadıq çox, çünki müştərilərimiz istəmir artıq lüləyi o qədər uzun olsun. Və həmin maşında nə var idi bizdə? Düymələr vurmuşduq. Biri oradadır, düymənin, biri buradadır. Niyə? Bu ayaq altı ümumiyyətlə fiks olsun, qalsın burada, tərpənməsin. Bu ortasıdır. Görürsünüz, düppələm düz, ilişmə falan heç bir şey yox. Bunun orijinalında ortası bütöv idi məsələn. Onu çıxartmaq da çətindir müştəri üçün. Amma bu 3 hissəyə bölmüşük. Düymələrini açdınız. Lexus düymələri. Bu düyməyə ehtiyat edin. Baxın, sizi aldatmasınlar ki, biz də düymə vururuq. Sizə vurduqları o iynəli düymədən deyil bu. Və bu çıxmır buradan. Keçdi, vurdunuz, qaldı yerində. Bu 3-cü sırada var. 3-cü sırada göstərim. O biri videoda bu hissə bağlı idi. Müştərimiz bağlı istəmişdi. Amma bu müştərimiz deyir, yox, bura açıq olsun, rahat gedib gəlsin. Heç nəyə də mane olmasın. Belə baxaq. Baxın, 3-cü sıra düyməsini görürsünüz. Bu düymə çox önəmli hissə. Düymənin biri 5 manat bizim müştərilərimiz üçün. Yəni öz müştərilərimizə 5 manata satırıq. Kənar müştərilərə demək olar ki, satmarıq və yaxud da qiyməti fərqli olur. Görürsünüz, oturuşu, səliqəsi artıq. Həm burada maşını yuyanda da siz əziyyət çəkmirsiniz. Çünki funksionallıq qorunub saxlanılır. O nə deməkdir? Məsələn, düyməni açdınız, hər bir hissə rahat ayrı-ayrı çıxdı, təmizlədiniz. Arxa hissədə də bizdən balaca bir örtük var, arxa hissədə. Balaca bir örtük var. Neyəsə görə açılmadı. Mən çəkəcəm bunu etdik. Burada kiçik bir hissə var. 3-cü hissə açılana qədər olan məsafəni tutmuşuq burada. 3-cü hissənin bu hissə aralananda ora qədər məsafəni tutub. Müştərimiz nə vaxt gələcəksə istəyəcək, onun arxasını da yığacaq inşallah. Buradan da göstərək. İcmalların belə böyük olmağının səbəbi sizə bunu bütün hər şeyi izahlı formada göstərməkdir. Bax, bu düymələr çox böyük fərq yaradan hissələrdir. Bu da ürək istəyən kimi rahat hərəkət edir. Bu da düyməsi, oturuşu, görünüşü hamısı yerində. Yerinə çəkək. Bu komplektasiyanın dəyəri 170 manat olub. Salon 3-cü sıra olub. Əlavə 70 manat. Və onun bagaj hissəsi də o da olub 60 manat. Bu da görünüş. Allah xeyir eləsin müştərimiz.